öskürəyəm elə gəlir. Bəli. Nə ilə, mənə nə məsləhət verərdiniz, nə ilə mən eləyim ki, öskürəyim kəsilsin? Öskürək, əgər nə qədər vaxt sizdə var? Bir həftədir. Bir həftə sonunda gedər. Əgər uzun müddətli olanda, orada çox sağ olun sualınıza görə, orada göbələk olarsa, o zaman uzun müddət davam edir. Siz indi adicə götürün, Perex götürün, 3%'dir. Onu su ilə qatın bərabər miqdarda və qarqar eləyin 2 saatdan bir. Sonra soda götürün, suda həll eləyin isti suda. 5 damcı da yod əlavə eləyin və onunla da 2 saatdan bir qarqar eləyin yenə boğazınızı. Dazotu, gül xətmi, çoban yastığı, şalfe bitkilərinin birlikdə dəmləməsini hazırlayın. Həm parla nəfəs alın, həm qarqar eləyin, həm daxilə qəbul edin. Çox qısa müddətdə kəsəcək. Təbii ki, yanında da mütləq gündə 3 dəfə tut bəhməzi, yəni doşab da deyirlər bəzi rayonlarda, onu suda həll edib, isti suda həll edib qəbul edin, ya da 2 saatdan bir təmiz bal, 1 çay qaşığı ağzınızda sorun. Növbəti həftədə yəqin ki, o öskürəyiniz olmayacaq və özür razılığınızı bildirəcəksiniz.